Çinarə müəllimə, sizə növbəti, uğurumuzu, növbəti nəticəmizi bölüşmək istəyirəm sizinlə, və buna görə də sizə əvvəlcədən dərin təşəkkürümü bildirirəm. Çinarə müəllimə, sizə demişdim, 2 ay bundan əvvəl bir şagirdim gəlmişdi, 1-ci sinif. Diaqnostik qiymətləndirmə zamanı mən ondan bir abzas, mətn oxumasını istədim. O isə mənə, "Müəllimə, oxuya bilmirəm, oxuya bilməyəcəm" deyib ağlamağa başlamışdı. Bunun səbəbini valideyndən soruşanda, müəllimə sinifdə oxuyub, müəlliməsi oxuya bilməyib deyə müəlliməsi uşaqların içində qışqırıb. Ondan sonra, artıq oxumaq istəmir, oxuya bilmir, qorxur, deyə mənə bildirdi. Mən də orada məcbur etmədim və başladım Çinarə müəllimə birlikdə hansı ki onu qorxudur, narahat edir, hərfləri birlikdə təkrar etməyə, birlikdə yenidən öyrənməyə, hecalarla birlikdə oxumağa, öyrənməyə, və mən, bu 2 ay ərzində ona təklif edirdim oxumağı, yenə də istəmirdim. Mən də məcbur etmirdim və hazır olmağını gözləyirdim. Və tam 2 ay sonra Çinarə müəllimə mən ondan, 2 gün bundan əvvəl oxumağını istədim. O isə mənə, razılıq verdi, və balaca bir abzaslıq mətni oxumağını istədim və o razılıq verməyi mənim üçün, yəni inanılmaz bir şey idi həqiqətən. Və biz başladıq oxumağa. Çinarə müəllimə tam, oxumağı formalaşmasa da, amma oxudu, oxumağa çalışdı, əlindən gələni etdi və mənə "Müəllimə, mən yeni oxumaq istəyirəm" dedi və mətni sonacan, bitirdi. Yəni o göstərdiyi o əzm, göstərdiyi o səbir, mən özünə dedim ki, yəni səndən qürur duydum da ki, çox gözəl əzm göstərdin, səbir göstərdin, əlindən gələni etdin, oxumağa çalışdın. Yəni o hisslər həqiqətən də, yəni, dillə, sözlərlə ifadə etmək olmur. Və mən bu yolda, mənə dəstək olduğunuz üçün Çinarə müəllimə, bu yolda, bizlərə səbir göstərdiyiniz, həvəs yaratdığınız üçün sizə çox təşəkkürümü bildirirəm. Çünki siz bizə nə qədər çox, həvəs yaradırsınız, nə qədər çox bizə səbir göstərirsiniz, biz də eynisini öz şagirdlərimizə edirik. Dəstəyiniz, mənim üçün çox çox, dəyərlidir, çox önəmlidir. Bir daha sizə, dərin təşəkkürümü bildirirəm.